gençler, bugün sizlerle Turan Təhlil Mərkəzində keçirilən 6-cı siniflər üçün olan sınavın izahına baxırıq. İlk A və B çoxluqları verilib. A kəsişmə B-də 5 element var, B-də 15 element var, A-çıx B-də 7 element olarsa birləşmədə nə qədər element olar? Bu zaman Venn diaqramlarını çəkirik və başlayırıq Venn diaqramlarını doldurmağa. Biraz səliqəsiz oldu, düzəldim. Deməli, bu olsun A çoxluğumuz bizim. Bu da olsun B çoxluğumuz. A ilə B-nin həmişə birinci çalışaq kəsişməni yazaq. Kəsişmədə 5 element var. B-də 15 element olmalı. Durub B çıx A, yəni bu sağ hissəyə 15 yazmırsa, 5-ini artıq yazmırsa, element təkrar yazılmaz çoxluğun tərkibində. Burada 10 dənə element oldu sayca. A çıx B də A-ya məxsus olan hissədir. Burada da 7. Birləşməsində neçə element vardıysa, bu 3 dənə sahədə olan elementləri toplamaq lazımdır bu zaman. Yəni 7 üstəgəl 5 üstəgəl 10-dan cavabımız 15 22 A bəndi. Keçdik növbəti suala. Deyir, düzbucaqlının perimetri 90 cm-dir. Əgər onun tərəfləri 4/5 nisbətində olduğu məlumdursa sahəsini tapın. Deməli uşaqlar, eninə 4K deyirik bu zaman, uzunluğuna 5K. Perimetri 90'dırsa, yəni burası A'dırsa, burası B'dirsə, perimetri düsturu da P bərabərdir 2 dənə A vur B deyilmi? A topla B. 2 vurulsun. A topla B. 2 vur 4K topla 5K bərabərdir 90'a. İndi 2 vurulsun 4K'nın üstünə 5K gəldim. 9K bərabərdir 90. Şimdi uşaqlar, bu 9K'daki 9 ile 90 ixtisar gələndə 10. 2K 10'dan K'mız bərabər oldu 5'ə. Burası 4 dəfə 5'dən 20. Burası 5 dəfə 5'dən 25. Sahəsini tapın deyir. Sahəsini də taparkən enini uzunluğuna vururuq. Yəni 20'ni 25'ə vurduq. 25 vur 2 50 0'a əlavə elədik. 500 D bəndi. Sonra x topla y bərabərdir -73. Burada 83 -192 bunun yanına gətirirəm. Çıx 192. Topla x çıxılsın -y topla y deməkdir. X topla y-də -73 deyilmi? Yəni 83 çıx 192 üstəgəl -73. 83'ün üstünə -73 gələndə müsbət 10 eləyir, müsbət 10. Ondan da 192'ni çıxmalıyıq. Ondan bu zaman 192'dən 10 çıxıb qarşıya və yaxud da tam ədədləri çıxarkən azalanın üzərinə nə edirdik? Çıxılanın, yəni 192'nin əksi olan ədədi əlavə edirik. -192. Modulca böyükdən modulca kiçik çıxılar müxtəlif işarələr toplanarkən. Modulca böyüyün işarəsi yazılar. Cavab -182, yəni B bəndi. Keçilədik digər suala. 5'də 3 hektar neçə kvadrat metrdir? Hektardan 1 hektar 10.000 kvadrat metr olduğuna görə hektardan kvadrat metrə keçirəmsə 10.000'ə nə etməliyəm? Vurmalıyam. Onda 5'də 3'ü vururuq nəyə? 10.000'ə. Şimdi buradaki 10 ile bu 5 ixtisar getdi 2000. 3'ü 2000'ə vurduq. 6000 kvadrat metrədir. Cavab 6000. 45 və 55 arasında neçə mürəkkəb ədəd var? 46 mürəkkəbdir. Cütlər 2-dən başqa bütün cütlər mürəkkəbdir. 47 sadədir uşaqlar. 48 mürəkkəbdir. 49 da götürək mürəkkəbdir. 7'yə bölünür. 50 də mürəkkəbdir. 51 də mürəkkəbdir. Rəqəmləri cəmi 6 edir. 3'ə bölünür. 52 də mürəkkəbdir. 53 sadədir. 53 sadə. 54 isə nədir? Mürəkkəbdir. Neçə də mürəkkəb ədəd oldu? Sayırıq. 1, 2, 3, 4, 5, 6, 7 də. Cavab A bəndi. 31 nömrəli sual. A ədədi B ədədinin bölənidir. A deməli uşaqlar nədir? A böləndir. Kimin bölənidir? B-nin. Deməli B o zaman bölünən olur. A bölən olur. Misal üçün 2 ədədi 16'nın bölənidir. 2 nədir burada? Bölən. 16 nədir? Bölünən. Əkob böyüyə bərabər olur bölünənə. Yəni əkobumuz B-yə bərabər olur. Əbob da kiçiyə bərabər olur bu zaman. Yəni bölənə A-ya. Cavabımız da B minus A. Yəni cavab B bəndi. Keçdik digər suala. 5'in kubu 5'i 3 dəfə öz-özünə vur deməkdir. Üstə gəl 3'ün kvadratı 3'ü 2 dəfə öz-özünə vur. 2'ni də 3 dəfə öz-özünə vur. Burası edir 125. Üstə gəl 3'ü 3'ə vuranda 9. 2'ni 3 dəfə özünə vuranda 8. 9'u da 8'ə vurduq 72. 125'in də üstünə 72 gəldik. 197 elədi. Bəli, cavab C bəndi. 32 nömrəli sual. İndi 33 nömrəli sualın izahına baxırıq. İndi
K mütənasiblik əmsalıdır. A, B böl C bərabər K-ya. Buradan çarpaz vursaq. A, B bərabərdir. K vurulsun C alırıq. Uşaqlar, bu zaman yadda saxlayın. Bərabərliyin eyni tərəfində olanlar bir-biri ilə tərs asılı olur. Yəni A və B tərs mütənasibdir. Amma müxtəlif tərəfində olanlar düz asılı olur. Yəni B ilə C burada nədir? Düzdür. B və C düz mütənasibdir. Eyni zamanda A ilə də C nədir? Onlar da düz mütənasibdir. A və C düz mütənasibdir. B və C düz mütənasibdir. A ilə B də tərs mütənasibdir. Fikirlərdən üçü də doğrudur. Cavab B bəndi. Hər üç fikir doğrudur. K-ya nəyə toxunmadım? K mütənasiblik əmsalıdır. Çünki K sabit bir ədəddir. K-nın burada bir rolu yoxdur bizim üçün. İndi burada bu tənliyi həll edin deyir. Mənfi x sağ tərəfə, mənfi 1009-u sol tərəfə göndərsən. Mənfi x sağ tərəfə keçəndə oldu müsbət x. Mənfi 1009 sol tərəfə keçəndə oldu müsbət 1009. Üstə gəl 617. Bunları toplayıram. Nə edir? Bu ikisinin də işarəsi müsbət olduğuna görə də bir tərəfdə. 6 yazdım. 1 yadda. 1, 2. Bir yaddakı 1 ilə 2. Bura 6, bura 1626 müsbət ədədlərin cəmilədir. Mənfi 3013 ilə mənfi 78. İkisində də işarə eyni olduğuna görə modullarını toplayıb işarəsini yazırıq qarşısına. Burada da 3000 neçə edir? 78-in üstünə 13 gələndə. 81, 91. 3091. İndi 1626-dan 3091-i çıxmaq üçün 1626-nın üzərinə əlavə edirəm 3091-in əksini, mənfi 3091. Müxtəlif işarə ədədləri toplanarkən modulca böyükdən modulca kiçik çıxılıb modulca böyüyün işarəsi yazılır. 3091-dən çıxacam 1626-nın. Gəl çıxaq görək nə edir. Buradan 11-dən 5 çıxanda. 6-dır bu. 1626-nı çıxıram da. 11-dən 6 çıxanda 5. Burada 8 qalıb. 8-dən 2 çıxdım. 6. Burada 0-dır. Qonşudan 1 onluq götürdük. Bu mərtəbə yəni 1 minlik, onu yüzlük kimi keçdi. Ondan 6 çıxdım 4. 2-dən 1 çıxdım 1. Cavab 1465. Amma modulca böyüyün işarəsi yazıldığına görə mənfi 1465. Cavab C bəndi. Keçdik. Koordinat sistemində absisi mənfi 4. Uşaqlar, absis həmişə birinci yazılır. Birinci nöqtənin absisi yazılır. İkinci də nöqtənin ordinatı yazılır. Yadımızda qalsın bu. Absisi mənfi 4. Birinci mənfi 4 yazdıq. İkinci də ordinatı 10 olan nöqtənin koordinatları. Mənfi 4-ə 10. Hansı variant? Cavab D bəndi. İndi simmetriya ilə bağlı növbəti suala baxırıq. A. Mənfi 3, 5 nöqtəsi. Ordinat oxuna görə. Ordinat oxu uşaqlar. O, Y oxudur. Simmetrik olan B nöqtəsini tapın. Demişik ki, Y oxuna nəzərən simmetriyadır. Sonra Y olduğu kimi qalır. Y-imiz 5-dir. 5 olduğu kimi qaldı. X isə işarəsini əksinə dəyişir. Mənfi 3 idi, müsbət 3. Müsbət 3-ə müsbət 5. Cavab D bəndi. Keçdik. X və Y düz mütənasib kəmiyyətlərdirsə uşaqlar, uyğun qiymətlərin nisbətləri sabitdir. Yəni X-in Y-ə nisbəti sabitdir. Yəni 12-nin 36-ya nisbəti bərabərdir 25-in A-ya nisbəti. O da bərabərdir B-nin 63-ə nisbəti, o da bərabər 2,4-ün 7,2-yə. İxtisar gələndə görərik ki, 3-də 1 edir. Yəni 25-in A-ya nisbəti 1-in 3-ə nisbətindədir. Buradan bunu tənasüb kimi götürüb çarpaz vursaq. A bərabər 25 vur 3-dən 75. Bu ikisinə də tənasüb kimi baxsaq. Buradan çarpaz vursaq. 3B 63-dən 3B 63 eləyir də, çünki çarpaz vuranda. Yazın bura. 3B bərabər 63. Hər tərəfi 3-ə böldük. B də bərabər oldu 21-ə. A ilə B-nin cəmi bu ikisini toplasaq cavab 96C bəndi. Keçdilədik 38 nömrəli suala. Bir məktəbdə 30 şagird futbol, 22 şagird şahmat dərnəyinə yazılıb. Yəni N futbola yazılanların sayı 30-dur. N şahmat. Şahmata yazılanların sayı isə neçədir? 22. 10 şagird hər iki dərnəyə yazılıb. Onda bu futbolla şahmatın nə idi artıq kəsişməsi? Burada 10 şagird var. Hər iki dərnəyə yazılanların sayını nəzərə alaraq məktəbdə ən azı bu dərnəklərdən birinə qatılan neçə şagird var? Venn diaqramlarını çəkirik. Futbol, bir də şahmat yazdıq. Birinci həmişə demişəm ki, ortaq hissə yazılır. Onu yazdım. Şahmatda 22 olmalıdır. Onda bura 22 yazmarıqa. Çoxluğun tərkibində eyni element təkrar yazılmadığına görə bura 12 düşdü. Futbolda da 30 olmalıydı. Burada da 30-dan onu çıxdıq 20. Deyir ki, hər iki dərnəyə yazılanların sayını nəzərə alaraq, hər iki dərnəyə, məktəbdə ən azı bu dərnəklərdən birinə qatılan. Ən az birinə qatılan deyirsə, onda ikisinə qatılanı da götürə bilərsən. Bu zaman üçünə qatılanı da götürə bilərsən. Təbii ki, üçü deyə bir şey yoxdur.
En az 1-nə qatılan deyirsə, bunların birləşməsi, yəni 20, 10, 1-də 12-nin birləşməsi. Toplayırıq. 20 topla 10 topla 12-dən cavab 42. X bərabər -12 olduqda hesablayın. Bunu vurub açsaq mötərizəyə. 3-ü 2x-a vuranda 6x, 3-ü -5-ə vuranda çıx 15, -7-ni müsbət 15-ə vuranda -105, -7-ni -6x-a vuranda müsbət neçə elədi? 7 vur 6, 42x. 6x-in üstünə 42x gəldi. 48x çıx 120. Bu ifadənin qiymətini tapmalıyıq. X-in də yerinə -12 yazanda 48-i -12-yə vuranda belə yazaq da 48 -12-yə vuranda işarə mənfi eləsin. -48 vurulsun 12 çıxılsın. 120-ni də -10 vurulsun 12 kimi yazdım. 12 ortaqdır. Bu 12-ni mötərizə xaricinə çıxarsaq -48 çıxılsın 10 qalır. Burası da -58 eləyir. -58-i vurmalıyıq 12. Əziyyət çəkib vuraq da. -58-i 10-a vuranda. 58-i 10-a vuraq 580. 58-də 2-yə vuraq 119. 119 yox, 116. Toplasaq. 6 yazdım. 9 yazdım 6. 696. Amma hansı 696? Mənfisi ilə də dedik. İşarə mənfi olacaq. İndi tənasüb. Tənasübdə nə demişdik? Biz kənar hədlərin hasili orta hədlərin hasilinə nə olmalıdır? Bərabər. Digər yandan uşaqlar, baxın bir dəqiqə. Burada 2/1-ə mütənasib olan hissə 6/3-dür. Yəni neçə qatıdır? 3 qatı. 2/1-ə mütənasib olan hissə də 3x-dir. 3 qatı olmalı. Və ya da sizin bildiyiniz kimi 2/1 vurulsun 3x bərabərdir. 2/1 vurulsun 6/3. Hər tərəfi əvvəlcə 10-a vururam. Bu vergüllər gedir. 10-a vurduqda. 21 ilə 63 ixtisar edirik. Burada neçə qaldı? 3. 3 ilə də bu 3 getdi. X bərabər 2/1. 10-luq kəsir kimi yazdım. 10-da 5, 0 10-da 5. Cavab B bəndi. Qarşılıqlı bucaqlardan biri 60 dərəcədir. Digəri x toplu 15-dir. Şöyle bilirik ki, qarşılıqlı bucaqlardan biri 60 dərəcədirsə, digəri də neçə dərəcə olmalıdır? Avtomatik 60 dərəcə. Deməli, x toplu 15 dərəcə bərabərdir 60 dərəcədən. X-imiz 60-dan 15-i çıxdıq. 45 dərəcə A bəndi. Keçdilədik digər 42 nömrəli suala. Bir şam hər yarım dəqiqədə 1 sm əriyir. Şöyle yarım dəqiqəyə 1 sm əriyirsə, görək 1 dəqiqəyə neçə santimetr əriyir? 2 qatı qədər də 2 sm. Hündürlüyü 26 sm olan şam 19:01-də yanmağa başlasa, saat neçədə sönər? Şöyle elə ki, hər dəqiqədə 2 sm nə eləyəsiz? Azalasıdır. 26-nın tərkibində neçə dənə 2 var? Deyib tapmaq üçün 26-nı 2-yə böldük. 13. Deməli, x dəqiqəyə deyirik 26 sm. Tənasübümüz əslində belə olmalı. Düz mütənasibdə çarpaz vururuq. 2x bərabərdir 26-dan. X bərabər oldu nəyə? 13-ə. Belə də tapa bilərik. Deməli, 13 dəqiqə keçməlidir. 19:01-dən 13 dəqiqə keçdikdə, yəni üzərinə 13 dəqiqə əlavə edirəm. 18-14-də bitəsidir. İndi bu 3 dənə ədədin əkobunu tapın deyir. 3 ədədin əkobunu. Üçünü də vuruqlarına ayırırsınız əvvəlcə. Üçünü də. Deməli, 30-un vuruqları siz özünüz xətt çəkib ayırarsınız. Mən yazıram birbaşa. 2 vurulsun, 3 vurulsun 5 demək. Yəni 2 üstü 1, 3 üstü 1, 5 üstü 1. 80-ı 16 vur 5 kimi göstəririk. 16 da 2-nin 4-cü qüvvəti. Vurulsun 5 üstü 1'dir. 160 da bir dənə 2 vurğu artıq olacaq 160-da. 160 da bərabərdir 2 üstü 5. 32 vurulsun 5'dir də 5 üstü 1. Uşaqlar, əbobda ortaq sadə vuruqlardan qüvvəti kiçik olan götürülür. Məsələn, əbob desəydi 2-dən 1 dənə götürəsiydim, 5-dən də 1 dənə, 3-dən götürmürəm. Ortaqlardan qüvvəti kiçik olan. Amma əkobda müxtəlif sadə vuruqlardan, müxtəlif sadə vuruqlar 2 var, 3 var, 5 var. Qüvvəti böyük olan götürülür. 2-dən 5 dənə, 3-dən 1 dənə, 5-dən də 1 dənə. Qüvvəti böyük olan elə budur. 2 üstü 5 32 idi. 32-ni 5-ə vuranda 160, 160-ı da qayıdıb 3-ə vururam. Cavab edir 480 D bəndi. Ya da başqa bilən bildiyi üsulla fərqli şəkildə də tapa bilər. İndi deyir ki, sahəsi 48-dir düzbucaqlının. Uzunluğu 24 ilə 36-nın əbobu. Şöyle 24 ilə 36-nın vuruqlarına ayırıb. 24 2-nin kubu vurulsun 3 üstü 1 deməkdir. 36 da 2 üstü 2 vurulsun 3 üstü 2 deməkdir. Əbobda ortaq vuruqlardan qüvvəti kiçik olan götürülür. 2-dən 2 dənə götürəcəm çünki 2 kiçikdir. 3-dən də 1 dənə götürəcəm. 2 üstü 2 4, 3 üstü 1 də 3. 4-ü 3-ə vurduq 12. Deməli bizim uzunluğumuz 12-yə, enimiz də x-a. Sahə necə tapılır?
12'ni x-ə vurmaqla 12x 48 isə x nəyə bərabər oldu? 4'ə. Cavab A bəndi. Keçdik digər suala. İndi nə deyir digər sualda bizə? Deyir ki, atanın maaşı oğlun maaşından 30 manat çoxdur. Yazaq bura bir ata oğul yazaq. Ata, bir də yazdım oğul. Atanın maaşı oğlun maaşından, oğlun maaşını bilmirəm, x desəm, atanın maaşı x üstə gəl neçə olacaq? 30. Atanın maaşı 84 manat, oğlun maaşı 72 manat artırarlarsa, atanın maaşının üstünə 84 əlavə edirəm, oğlun maaşının üstünə 72 əlavə edirəm. Atanın maaşı oğlun maaşından neçə manat çox olar? Bu zaman atanın maaşı x üstə gəl 20 gəlirəm də 114. Burada oğlun maaşı da x üstə gəl 72. Deməli, atanın maaşından oğlun maaşını çıxarkən, bunları tərəf-tərəfə çıxarsaq, x-lar çıxarkən getdi. Bir dənə yerinə qalır. 114 çıx 72. 4'dən 2 çıxanda 2. 11'dən 7 çıxanda 4. 42 manat çox olmuş olacaq. Cavab B bəndi. Turist yolun 60%'ni getdi. Uşaqlar, yol 100%'dirsə. Turist neçə faizini gedib? 60%. Onda neçə faizi qalıb? 40%. İndi getdikdən sonra 20 kilometr qaldı deyir. Sonra, yəni deməli 40%-i 20'dir. 40%-i 20'dirsə uşaqlar, 10%-i nəyə bərabərdir deyib tapmaq üçün neçəyə bölürük? 4'ə. 4'ə böləndə, yəni burası da 5, burası da 5, burası da 5, burası da 5. Onda burada 6 dənə 5 olmuş olmur. Burada 30. Bütün yolun uzunluğu 30 ilə 20'nin cəmi. Ya da 40%-ə 20 deyirik. Yolun tamamı 100%. 100%'i də x deyirik. Bu tənasübdən x-i 50 olaraq tapırıq. Cavab 50. 47'də aralarındakı məsafə 720 kilometr olan A və B şəhərləri olsun. Aralarındakı məsafədə 720 kilometrdir. Olan şəhərlərdən qarşı-qarşıya 2 avtomobil yola düşdü. Birinci avtomobilin sürəti 40 km/saat. 40 km/saat. Yəni saatda 40 km. İkinci avtomobilin sürəti də 50 km/saatdır. Onlar neçə saatdan sonra görüşər? Şuna, buradakı məntiq nədir? Yəni bu buradan bura qədər 40 kilometr gəlir. Bu da buradan bura qədər 1 saat ərzində 50 kilometr gəlir. Sizcə bunlar arasındakı məsafə hər saatda neçə kilometr azalır? Təbii ki, bu 40 ilə bu 50'nin cəmi qədər, 90 qədər. Yəni 1 saata aradakı məsafə 90 kilometr nə edir? Azalır. Bu şəkildə yəni neçə saat keçərsə 720 kilometr azalmış olar deyib tapmaq üçün 720'ni 90'a böldük. Sıfırlar getdi. 72 bölü 9'dan cavab 8. 8 saatdan sonra görüşərlər. Hətta ki, düsturu var. Yolu sürətlərin cəminə bölürük. V1 topla V2'yə. Yolumuz 720'dir zamanı taparkən təbii ki. 40 topla 50 sürətlərin cəminə böldük. Bu da 720 bölü 90'dan cavab yenə eyni şeydir 8. İndi əməllər sırası. Uşaqlar, əməllər sırasında biz nəyi gözləməliyik? Əməllər sırasında ilk öncə hansı əməl yerinə yetirilməlidir? İlk öncə qüvvəti yüksəltmə əməli, sonra vurma və bölmə, ən sonda da toplama və çıxma. Amma mötərizəli ifadələrdə ilk öncə mötərizə hesablanmalıdır. Birinci buranı hesablayıram. Sonra toplama var, bölmə var, çıxma var. İkinci bu hissəni hesablayasın. 1 bu, 2 bu. Üçüncü bu toplamanın hansı öncə gəlirsə o daha öncəliyə malikdir. Dördüncüdə bu çıxmanı yerinə yetirəsik. Gəldik indi 3'dən 5 çıxanda 19 üstə gəl 12 bölünsün. 3'dən 5 çıxanda -2. Çıxılsın 4 var. Burada 19 üstə gəldi. İndi ikinci bu hissəni hesablayasıq. 12'ni -2'yə böldüm. -6 çıxılsın 4. İndi üçüncü bu toplamanı yerinə yetiririk. 19'un üstünə -6 gəldik. 13 elədi. Ən sonda da 13'dən 4'ü çıxdıq. Yekun olaraq 13 çıx 4'dən cavabımız oldu 9. Keçdik. Gecə ən aşağı temperatur -9 dərəcə Selsi. Ən yuxarı temperatur gündüz 11 dərəcə Selsi. Olan bir yerdə gecə ilə gündüz arasındakı temperatur fərqi. Gecə ilə gündüz arasındakı temperaturun fərqi. Deməli, gecədən nəyi çıxmalıyıq? Gündüzü. -9'dan çıxırıq nəyi? 11'i. Biraz çaşdırıcı sualdır. Şagirdlər durub 11'dən -9'u çıxıb 20'də yaza bilərlər burada. 20'də yaza bilərlər. Amma gecə ilə gündüz arasındakı temperatur fərqi dediyinə görə gecədən gündüzü çıxmalıyam. Yəni -9'dan 21'i çıxırıq. Bu zaman mənfini mötərizə xaricinə çıxardıb 9 topla 11. 9'un üstünə 11 gəldim. 20. Cavab oldu -20. Amma gündüz ilə gecə arasındakı temperatur fərqi desəydi o zaman müsbət 20 olasıydı cavabımız.
400 manat illik neçə faizlə 1 ildə 120 manat gəlir gətirər? Deməli uşaqlar 1 ilə 120 manat gəlir gəlməsi üçün. Yəni bu 120 400-ün neçə faizdir deyib tapırıq. Bunun üçün də 120-ni 400-ə bölüb 100-ə nə edirik? Vururuq. Sıfırlarla sıfırlar getdi. 120-ni 4-ə böldük. Cavab 30%. Yaxşı, sağ olun. Gələn sınaq izahlarında görüşənədək.